Herkese salam dostlar. Səsimdən dolayı üzr istəyirəm. Artıq 2 həftəyə yaxın bir müddətdir ki, xəstəyəm. Bugün sizlərə Silk Expert Pro 3 IPL lazer cihaz haqqında danışmaq istəyirəm. İlk öncə onu qeyd edim ki, bu reklam deyil. Cihazı özümüz bütçəmizdən almışıq və cihazı alan zaman YouTube-da müəyyən araşdırmalar elədim. Lakin tam istədiyim kimi video olmadığından dolayı belə qərara gəldim ki, sizlər üçün aydın şəkildə mən video çəkeyim. İndi isə keçək cihaz haqqında danışmağa. Sizlərdə məsələn sual yarana bilər ki, yetəri qədər salonlar var, yetəri qədər lazerlər var salonlarda, hər bütçəyə uyğun lazer yerləri var. Nəyə görə bu cihazı alaq? Qeyd edim ki, mənim kimi xaricdə yaşayan insanların çoxsu maddiyyat baxımından məcbur qalıb ya bu cihazdan alır, ya da ki lazerdən imtina edir. Çünki mənim yaşadığım yerdə bütün bədən lazer 1000 manat, 100 manat civarındadır. Buna görə də məcbur qalıb artıq bu aləti almalı oldu. Bundan başqa işləyən qadınlar üçün, vaxtı olmayan qadınlar üçün bu cihaz məncə həyat qurtarıcıdır. İlk öncə qeyd edim ki, məhsul belə bir çanta içərisində satılır. İstər siz bunu onlayn şəkildə alın, istər mağazadan alın. Yəni məhsul bu cür çanta içərisində satılır. Bu mənim üçün çox önəmlidir. Çünki səyahət zamanı elektron alətlər çox tez sına bilir və biz onu necə aparacağımızı, hara yerləşdirəcəyimizi bilmirik. Bu çanta ona görə həyat qurtarıcıdır. Bundan başqa bunun içərisində dərili toplu şəkildə, səliqəli şəkildə aləti saxlamaq olur. Gəlin görək çantanın içərisindən nələr çıxır. Çantamı bu şəkildə açıram. Açırıq və belə. Çantanın içərisini göstərim. Bu 3 hissədən ibarətdir. İçərisində 2 başlıq, bir üstündə idi. Bir də əlavədən burada başlıq var. Göstərəcəm onun hər birini sizə. Və bir də jilet var idi içərisində. Bunlar nə üçün istifadə olunur? Gəlin onun barəsində danışaq. Venüsün jiletidir. Dəyişilə bilən başlıqlıdır. Əgər siz lap başdan heç bir lazer epilyasiyasına getməmisinizsə, etlə təmizlənib, daha sonra alətdən istifadə etməlisiniz. Mən əvvəldən lazer epilyasiyasına getdiyimə görə bu mənə lazım olmadı. Əgər uzun tükləriniz varsa, alətin heç bir faydasını görməyəcəksiniz. Bundan istifadə etməyiniz məsləhətdir. Beş başlı yaxud qol kimi yerlərdə istifadə edirsiniz. Dar başlığı isə üz, qol altı kimi yerlərdə istifadə edə bilərsiniz. Gəlin lazerin istifadə qaydasını sizə göstərim. Gördüyünüz kimi burada lazerin başlıq hissəsini taxan yerdir. Baxın, artıq taxandan sonra tak deyə səs gəlməlidir və bu səs gəldikdən sonra artıq cihaz başlıq hissəsi tamamilə ona oturub deməkdir. Yəni bu səs gəlməsə, bu deməkdir ki, başlığı tam otuzdura bilməmisiniz. Yəni elə atış etməyə çalışsınız, aparatı yandıra bilərsiniz. Alət tokla işləyir. Və onu da qeyd edim ki, tok həqiqətən çox uzundur. Belə bir başlığı var tokun bu şəkildə. Bunu da bura taxırıq. Bu qədər. Taxdıqdan sonra düyməni basılı saxlayırıq və cihaz artıq yandı. Cihazda 3 səviyyə var ki, bu da avtomatik şəkildə dərinizi təhlil edir və özü dərinizə uyğun işıq impulslarını seçir. Qabaq panel atışın olduğu yerdir. Bura. Lakin digər bəzi cihazlar var ki, orada dərəcəni dərinizə uyğun, yəni bu dərəcələri dərinizə uyğun siz özünüz ayarlayırsınız. Amma məndə dərinin həssaslığına görə avtomatik şəkildə özü ayarlayır. Daha sonra məsələn cihazı qoyuruq qolumuza. Gördüyünüz kimi avtomatik şəkildə 3 işığı yandı. Yəni dərimin həssaslığına görə özü ayarladı. Və indi belə göstərim. Cihazı tam şəkildə dərinizə oturtmasanız, qırmızı işıq yanır və cihaz atış etmir. Məsələn, qırmızı işıqdır. Mən knopkanı basıram, amma cihaz dəriyə tam oturmadığına görə atış etmir. Amma düzgün şəkildə oturtsaq, gördüyünüz kimi cihaz tam dərəcəni öz avtomatik uyğunlaşdırdı və bu şəkildə yenə öz uyğunlaşdırır. Bu şəkildə tezliklə atış edə bilərik. Onu deyim ki, ağrı varmı? Çox cüzi şəkildə ağrı var. Böyük lazer alətlərində olan ağrıdan yoxdur qətiyyən. Bir yerə 2 dəfə, 3 dəfə vursaz dərinizi yandırarmı? Məndə yoxlamışam, dərimi yandırmayıb. Bu cihaz özü həssas dərilər üçündür. Burada işimizi bitirdikdən sonra yandırma düyməsinə basılı saxlayırıq və cihaz keçir. İşləm bitdikdən sonra mən heç nə istifadə etmirəm. Çünki həssas və səpkiyə meyilli bir dərim var və gözənəklər açıq olduğuna görə nə istifadə etsək əks təsir verə bilər. Buna görə mən heç nə istifadə etmirəm. 3-4 saatdan sonra görsəm ki, əgər dərimdə nəsə quruluq var,
Çox az miqdarda nəmləndirici istifadə edirəm. Sonra sual gəlir ki, bu cihaz kimlər üçün uyğundur? Açıq və orta dərəcəli dəri tipləri üçün uyğundur. Tünd, qəhvəyi və qara tüklər üçün uyğundur və daha effektlidir. Lakin apardığım araşdırmalara görə tünd dərilər üçün cihaz o qədər də effektiv olmaya bilər. Bu cihaz digər lazer alətlərinə görə daha həssas dərilər üçün uyğundur. Sual yaranır ki, bu işləmi hansı müddətdən bir etmək lazımdır? 1 ay müddətində həftədə bir dəfə etməlisiniz. 1 aydan sonraki müddətdə ayda bir dəfə yetərli olur. Cihaz haqqında hansı suallarınız olsa, yorumlarda qeyd edin. Hər birini cavablayacağam. Cihaz haqqında fikirləriniz varsa, istifadə edənlər varsa, bəlkə mənim bilmədiyim hansısa nüanslar, məqamlar varsa, onları da yorumlarda qeyd edin. Videonu bəyəndinizsə bəyənib kanala abunə olmağı unutmayın. Gələn videolarda görüşənədək. Hələlik.